Bir sözlə ənənəmizə sadiq qalıb nə baş verir sualına cavab axtarırıq. Diqqətiniz bizdə olsun. Biz başladıq. Yaxın bir saat ərzində bələdçiniz mən olacağım Jalə Həsənli. Birləşmiş Ştatlar və İsrail hökuməti hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağında yaradılacaq müvəqqəti administrasiyanın yaradılması imkanını müzakirə ediblər. Bu barədə Reuters agentliyi məlumat yayıb. Məsələ ilə tanış olan 5 nəfərin agentliyə verdiyi məlumata görə müharibədən sonraki Qəzzada yaradılacaq müvəqqəti administrasiyaya Vaşinqtonun rəhbərlik etmə ehtimalı daha çoxdur. Reutersin məqaləsinə reaksiya verən Həmas hərəkatının üzvləri Fələstin xalqı öz müqəddəratını təyin etməlidir cavabını verib. Nəşrdə belə bir iddiada yer alıb ki, Birləşmiş Ərəb Əmirlikləri İsrailə Qəzza zolağının müharibədən sonraki idarəçiliyi üçün beynəlxalq koalisiya yaratmağı təklif edib və bu koalisiyaya Əbu Mazen rejiminin nümayəndələri də daxil olmalıdır. İsrail isə bu təklifi qəti şəkildə rədd edir. Analitiklər də hesab edir ki, Həmas təslim olmayana qədər bu fikrin özü belə real görünmür. Bəs çıxış yolu nədir? İzləyək. Vaşinqtonla Tel-Aviv arasındakı yüksək səviyyəli məsləhətləşmələrdə əsas məsələ Qəzzada yaradılacaq müvəqqəti administrasiya ilə bağlı olub. Bu barədə informasiya yayan Reuters agentliyi qeyd edir ki, bu Qəzzada vəziyyət sabitləşənə qədər ehtiyac duyulan mexanizmdir və Fələstin administrasiyası yaradılana qədər əraziyə nəzarət edəcək. Məsələdən məlumatlı olan mənbənin Reuters açıqlamasında vurğulanır ki, keçid hökumətinə rəhbərlik Amerika Birləşmiş Ştatları rəsmilərinə həvalə ediləcək. İsrailin əsas vəzifəsi Həmas hərəkatını fiziki cəhətdən məhv etməkdir. O, Həmasın təslim olmasını, eyni zamanda Fələstinli siyasətçilərin anklavı tərk etməsini gözləyir. Bu isə o deməkdir ki, Həmas hərəkatı İsrailə təslim olana qədər Qəzza zolağında hansısa müvəqqəti administrasiyanın yaradılmasından danışmaq tezdir. Bura Həması maliyyələşdirən əsas funksionerlərin və maliyyəçilərin anklavı tərk etməsi də daxildir. Bu baş verəndən sonra ərəb əhalisi İsraillə bu ərazidə özünü idarə etmə və ya xarici idarə etmə alması ilə bağlı danışıqların növbəti mərhələsinə başlaya bilər. Amma o vaxta qədər hesab edirəm ki, regionun infrastrukturu sıfıra inəcək və bununla da ərəb əhalisi anklavdan aktiv şəkildə sıxışdırılaraq ərəb dünyasına aparılacaq. Amma görünən odur ki, orada da onları heç kim gözləmir. Qəzzanın İsraillə birləşdirilməsi planının tərkib hissəsidir. Çünki Birləşmiş Ştatlarla İsrail arasında Qəzza ilə bağlı keçirilən müzakirələrdə məhz bu amillər önə çıxır. Məhz bunu başa düşən Həmas İsraillə atəşkəs danışıqları zamanında təklif etmişdi ki, Qəzzanın idarəçiliyinin Mahmud Abbas yönətimindən verilməsi ilə razıdır. Bir şərtlə ki, Qəzzanın idarəçiliyində mütləq şəkildə Qəzzalılar təmsil olunmalıdır. Amma bu təklif İsrailin sonraki planına mane olduğu üçün İsrail tərəfindən birmənalı olaraq qəbul edilmədi və bu da ona deməyə əsas verir ki, hazırki danışıqlar prosesində tərkib hissəsi məhz Qəzzanın İsraillə birləşdirilməsi üzərindən aparıla bilər. Hazırda Amerika Birləşmiş Ştatları və İsrail rəsmiləri arasında danışıqlar ilkin mərhələdədir və məsələ ilə bağlı konkret razılıq əldə olunmayıb. Amma aydın olan odur ki, Birləşmiş Ştatların rəhbərlik etdiyi müvəqqəti administrasiyaya Həmas və Fələstin muxtariyyəti daxil olmayacaq. Qəzzaya nəzarət edəcək bu müvəqqəti hökumətə Birləşmiş Ştatların nə qədər rəhbərlik edəcəyi ilə bağlı sabit vaxt çərçivəsi də olmayacaq və bu daha çox ərazidəki vəziyyətdən asılı olacaq. Filistin'in ve Hamas'ın destekçisi pozisyonunda görünen İran'da Amerika Birleşik Devletleri ve İsrail ile anlaşmış pozisyonda olduğundan dolayı Hamas'ın ve Gazze şeridinin İran desteği de kesilmiş durumdadır. İran proxy kuvvet olarak kullanmış olduğu Hamas, Hizbullah ve Husileri de artık desteklemeyeceğini açıklamaktadır. Amerika Birleşik Devletleri İsrail ile birlikte İran'ın Orta Doğu coğrafyasında en yakın partneri olma yolunda önemli adımlar atılmaktadır ki gizli anlaşmalarla da bu aralarında sağlanmış durumdadır. Buna bənzər idarəetmə sistemi 2003-cü ildə Səddam Hüseyn devriləndən sonra İraqda da yaradılmışdı. Amma bu, İraqlılar tərəfindən işğalçı qüvvə kimi görüldü və artan üsyanı cilovlaya bilmədiyi üçün 2004-cü ildə hakimiyyəti İraqın müvəqqəti hökumətinə təhvil verdi. Bu səbəbdən də Birləşmiş Ştatların Qəzzada rəhbərlik edəcəyi belə bir administrasiyanın da risklər və bölgədə mümkün əks reaksiya ilə üzləşəcəyi istisna edilmir.